Hər kəsə salam. Bugünkü mövzumuz ən çox aktual olan gənc qızların arasında bir mövzulara toxunacağıq və bugünkü qonağım Figen Yetər özü haqqında biraz məlumat versin. Salam, mən Yetər, 28 yaşım var, dizaynerəm. Evli deyiləm, uşağım yoxdur, evim yoxdur, maşınım yoxdur, heç bir şeyim yoxdur və bunlar normal. Bəli, yəni əslində bu çox normaldır. Çünki o success bizə təqdim olunan sosial medialarda çox bunu abartırlar ki 20-25 yaşında уже hər şey var. Evlidir, çocuqludur, pulu var, səyahəti var, biznesi var. Amma bizim bugünkü mövzularımız daha da maraqlı olacaq düşünürəm. İlk suallardan başlayaq. Niyə müasir münasibətlərdə ghosting, situationship bu qədər çoxalıb Azərbaycanda mı, ümumiyyətcə dünyada? Amma istəyərdim ki, biz Azərbaycan bazarından danışaq. Çünki bu aktual mövzudur bəlkə bir çox xanımlar üçün. Səncə vəbşə ümumiyyətcə eşitmisənmi nə deməkdir? Demək ghosting və situationship. Məncə bunun əsas səbəbi məsuliyyətsizlikdir. İnsanlar məsuliyyət götürmək istəmir. Bunu çox vaxt oğlanlarda görürük. Mikrofonu götürmək. Bu arada başından deyim, qızların tərəfini tutub oğlanları pisləməyəcəm. Elə bir şey etmirəm, yəni elə bir şey etmiş kimi görsənməsin. Amma indiki dövrümüzdə çox vaxt məsuliyyətsizlik var. Qızlar daha cəsarətlidir. Amma oğlanlarda cəsarət yoxdur. Gəlin ümumiyyətcə başa salaq ki, biz ghosting nəyi nəzərdə tuturuq? Ghosting elə bir şeydir ki, məsələn, insan gəlir, həyatda ya bir-iki dəfə yazır, sonra yoxa çıxır, ya da gəlir storylərə baxır, amma heç nə yazmır, ya uzağa nəsə like qoyub özü yoxa çıxır. Bunun adı ghostingdir. Yəni var, amma ruh kimidir, amma özü yoxdur. Heç bir reaksiya vermir, varsa da yəni heç bir cəsarət göstərmir ki, bu yəni hardasa bir toksiklik var. İndi səncə həyatında vəbşə elə bir hadisə baş vermişdimi və necə bir storytellingin var bu haqqda danışarsanmı? Həyatımızda hamımızın belə bir hadisələr əlbəttə ki olub. Dediyim kimi günümüzdəki olanların çoxsunda bu var. Bir varlar, bir yoxlar. Həm istəyirlər ki, biz bunların yanında olaq, amma özləri yoxdular, heç bir şey etmirlər. Bir də ki, nəyisə cəsarət etmirlər. İstəyirlər ki, elə ortada. Hər şey stabil qalsın. Yəni nə o yanlıq olsunlar, nə bu yanlıq. Bu da ki, təbii ki, biz qızları yorur. İlk öncə bunu deyim. Sonra da bizə deyirlər ki, evdə qalmısınız. Bunu deyirlər. Yəni bunu mənə çox deyirlər. Amma elə düşünmürəm əlbəttə ki. Təsəlli. Yox, əslində bu ghostinglər mən fikirləşirəm ki, yəni buna əminəm ki, əgər bir bəy istəyirsə xanımı növbəti etapda görsün, məsələn də ya həyat yoldaşı kimi və ya ciddi münasibət istəyirsə, o 100% nə istəyirsə, o dalınca gedəcək, qapıda dayanacaq. Yəni indi sağlam şeyindən demirəm də, bir abuserdan danışmıram. Amma prosta indikilər o qədər belə özlərini rahat hiss eləyirlər ki, yəni seçim çox, istəyirəm birinə yazdım, sabah birinə yazmadım və s. və bu ilişkilər daha qabağa getmir. İndi o dediyin şeylər arxasınca düşmək falan, onlar qaldı Sovet dövründə. Nənəm demiş, ciddiləri yoxdur da. Yəni mən günümdə məsələn mən belə ciddi çox istəyən, okey rastladığım insanlar olub. Onlar da ki, yəni ucu yaşadıqca təbii ki, da yaşadıqda insan nə istədiyini bilir. Və günümüzdəki xanımlar çoxsu oxuyub, işləyirlər, nə istədiklərini bilirlər. Bu da bir çox oğlanları qorxudur. Məncə əsas səbəb elə budur ki, bizim qabağa gəlməyə qorxurlar, güclü qadından qorxurlar. Çünki güclü qadını, güclü deyəndə yəni bunu dırnaq arası deyirəm, hər kəs təbii ki güclü sayılmır. İdarə eləmək çətindir. Çox vaxt insanlar bu həm oğlana, həm də qızlar üçün rahat insan axtarırlar ki, istədikləri kimi idarə eləsinlər, istədiklərini elətdirsinlər. Və mən həqiqətən şoka düşürəm. Bu bəzi qızların xoşuna gəlir.
Hə, var. Deyir mən heç nə istəmirəm Aha. həyatımda bir həll eləyim. Yəni elə o qədər qızlar tanıyıram ki, deyir məsuliyyət istəmirəm götürüm. Kimsə mənim həyatımı, problemlərini həll eləsin və heç bir şey fikirləşmək istəmirəm. Daha nə də istəyirəm razı olacaq. Bu bu məni saxlasın, pul buraxsın, mən təkcə özüm üçün yaşayım. Pilatesa gedim, kofe içim, salonda gəzim. Hop. Amma belə demir ki, işte bu yəni çox riskli bir situasiyadır. Sabahsı günü bəlkə mamamla prosta bu söhbət edim. Deyirəm ki, indiki zamanda kişilər o qədər qeyri-stabildilər ki də, yəni bu gün var, sabahı yoxdur və indi Azərbaycanda da statistika boşanmaların sayı çox artıb. Rusiyada vəbşi demirəm. 3 qatını da. Hə də, yəni açığı, hələ Rusiyada baxın 10-undan 8-i boşanır. Yəni bu ailə institutunun dağılmasının bir bürüzəsidir də. Bir də var situationship. Bu situationship də nədir? Situationship elə bir ki, sanki ilişki var. Siz hər şeydən keçirsiniz, amma ortada ingilislər demiş exclusive relationship yoxdur. Yəni ki, bunu adlandırmır ki biz sevgiliyik, amma məsələn də date gedirsiniz, amma bir sevgili kimi deyilsiniz. Əl-ələ gedirsiniz, nə bilim, məsələn qucaqlaşıb da öpüşə bilərsiniz və s. və s. Amma ki adını qoymaya bilər də. Deyir ki, yəni belə yaşayırlar. Elə var ki, çox yorur. Bilmirəm, yəni bu ətrafdamı, həyatdamı baş verib, səndə ya necəsə rəfiqələrdə olubmu? Amma yəni maraqlı mənim gördüyüm hadisələr var idi. İndi sən danış görək necədir. Yəni məndə belə bir şey olmayıb. Olsa da mən bunu qəbul etmərəm. Mənim özümə görə yəni qırmızı xəttlərim var da, həyatımda qırmızı çizgilərim var. Mən belə bir şey əlbəttə qəbul etmərəm. Yox, əlimi tutur falan filan. Ya nəsə başqa bir şey, sərhədlərim var. Bunu belə bir şey mən qəbul etmərəm. Ətrafımdakı insanlarda da fikirləşirəm ki, təbii ki var. Çox insanda var. Bu da rahat münasibət sayılır da. Bunu çox qız təbii ki qəbul etmir. Bunu qəbul etməmək də normal bir şeydir. Yəni bəzən biz düşünürük ki, qarşımdakı necə istəyirsə elə davranmalıyam. Elə bir şey yoxdur. Məncə hər kəs özü nə istədiyini bilməlidir. Ki yəni o yaşa çatmışıqda bir zəhmət bilək. Relationshiplar əslində çox yorucu bir şeydir. Çünki sən öz qadın, mən fikirləşirəm ki, qadınlar bir stabil və başa düşməli ki, müəyyən bir yola gedirik, hara gedirik. Amma bu olmayanda çox çətin və çox yorur. Düşünürəm ki, bu bəzən elə bir şəxslərə okey ola bilər ki, məsələn necə o istəmir ciddi ilişki. Qızlar da var ki, məsələn də istəmirlər də. Deyir ki, ya boşanıblar, ya boşanmayıblar. Ümumiyyətlə deyir ki, öz kayfıma yaşayıram da. Mən məsuliyyət istəmirəm ki, kimsə gəlsin yanımda dır danışsın, bunun yeməyini bişir, nə bilim buna bax, da istəmir də. Bunun üçün okeydir. Situationship kimi. Bəlkə də bu daha çox open relationship də ola bilər də, bir açıq münasibətlər kimi. Amma sanki rahat da demərəm. Bu konkret svobodda, yəni ki, nəsə bir-birlərinə bir söz vermirlər də ki, biz bir-birimizə aidik və s. O bizimkilər üçün dırnaqarası xariciləşməkdir. Yəni bizcə bu oğlanlar üçün o qədər bir rahatçılıq verir ki, şəxsən bir hadisə baş vermiş, prosta just danışım, bəlkə də sildim, bilmirəm. Dünən məncə silməyim, amma oturmuşam dünən idmanda yaxın. Düşmüşəm aşağı. Nəsə gördüm mənə mesaj gəlir. Tanıdığım bir blogerdir, oğlandır da, təsəvvür elə. Bildim ki. Mən durub yazır. Bir video atır ki, bəs tipa özünü güclü göstərir, hamı ondan deyir ki, ayda malades qız, bu qız da güya ki oturub işte fikirləşir ki, ayda kim nəsə də tipa fikirləşərdim. Mən də buna bu zarafatımız var idi. Bu elə bir tırka atır. Özünə sərf eləyəni başa düşür. Sən necə? Yox, o elə istəyir ki, bunu konkret sənə təklif edir. Prosta özünü mən deyəndə ki, yox istəmirəm, deyirəm ki, mən başa düşürəm ki, sən mənə bunu təklif eləyirsən də. Zadni verir ki, yox, mən belə bir şey deməmişəm. Amma belə bir şey də var da. Mənim fikrimcə bu necə olur? Oğlanlar girir, məsələn, baxır ki, mənim takip elədiyim qızlar budur. Demək, story qoymuşam, qoyum hansı qız baxıb da. Demək ki, bu da aktivdir. Başlayır bir onlara 100% yazma. O qədər qız izləyir ki, belə baxıram açıq qalır da ağzım ki, oha, yəni cəmaatın belə o qədər rahatlıqla belə bir şeyləri təklif eləməyə. Deyirəm ki, sən məni heç tanımırsan, həyatda belə görməmisən. Məsələn sən? Bir də insanın
ürəyim açıldı bunu Aha. deyim. Bax, açıq hesab işlədirsənsə, biraz belə rahat deyəndə təbii ki, insan baxanda geyiminə yarğılamaq olmaz da. Kimin necə biri olduğu üzündən bilinir. Biraz aha bu qız sərbəstdir, aha bu istədiyi kimi yaşayır, istədiklərini eləyə bilir. Ona demirlər ki, bu qız nəysə bacarır. Hə. Və yaxud da demirlər ki, bu əziyyət çəkir. Hmm. Deyirlər ki, hə, bu rahatdır. Biz bunu istədiyimiz təklif eləyə bilərik. Yəni, bəzən insanlara normal davrananda, nəyisə zarafatla deyəndə sərhəddini aşırırlar. Amma anlamırlar ki, qarşısındakı insanın sərhədi var, onu aşmaq olmaz. Bir də bəzi insanlar həqiqətən çox ekstra rahatdırlar. Bu rahatlıq hardan gəlir? Bu cəsarət sizdə hardan gəlir? Siz necə istədiyiniz kimi davrana bilərsiniz, anlamıram. Niyə Azərbaycanda 25 yaşdan sonra bir çox qız evlənməyə tələsmir? Bu çox aktual mövzudur. Mənim də 25 yaşım var və mamam, papam gil də deyir ki, abala bu arada bir dəyərləndir, qabağına kimsə olsa bir yox demə də, yəni. Hə, indi day demirlər ki, ürəyimiz doludur. Bu mövzu vəbşə dəhşət aktualdır mənim üçün. Yəni bu dəhşət də. Mən maraqlıdır sənin fikrin, sənin belə deyim experience-ın ki, bu mövzuda necədir? Çünki deyirsən ki, bu qarşılaşırsan da evdə qalmış, nə bilim nə mövzularına tez evlən, nə bilim nə. Arası evdə qalmışam. Bu yəni bu mənim ən çox özümə deyilən şeydir ki, sən niyə bu yaşına kimi evdə qalmısan? Özümü günahkar istəyirəm ki, mən nə etmirəm ki? 25 yaşdan sonra bax belə bir şey var da. Mən bunu çox vaxt sosial şəbəkələrdə oxuyuram. Deyir, insan ağla gəldikcə evlənmir. Yəni belə bir şey var. 25 yaşa qədər biraz həvəsin ola bilər. Bəzən mən çox vaxt fikir verirəm, xüsusən balaca qızları deyim, nəysə həvəslənirlər toyamı, xoncayamı ya da ki o sevgili hallarına falan da. Amma 25 yaşa çatanda və yaxud da 25-dən sonra sən başa düşürsən ki, artıq evlilik böyük bir məsuliyyətdir. Yəni kimlənsə evləndikdən sonra sən rahat gəzməyi falan filan bunların qısıtlandığını anlamırsan. Amma bir müddət sonra bunu qəbul etmirsən. Boşanmalar da çox vaxt bundan baş verir. Bir çox şeyi qəbul etmədiyin üçün baş verir. 25 yaşı keçəndən sonra sən həyatda nə istədiyini, necə bir insanla ailə qurmaq istədiyini bilirsən və özünə bir necə deyim, məsələn mənim evlənəcəyim insanda 5 şərtim var. O 5-dən heç olmasa 3 olsun gərək. Yəni hər kəs ideal deyil. Mən də ideal bir insan deyiləm. Bəlkə heç qarşımdakı məni bəyənmir. Mənim də bəzi xasiyyətlərim var ki, bəyənməsi deyil, yəni. Ola bilər kimsə də məni bəyənməsin. Amma yaş artdıqca nə istədiyini həqiqətən də bilirsən. Və evlilik də elə bir şeydir ki, onsuz da sən o insanla eyni evin içində yaşamamış, nə olacaq, necə olacaq bilmirsən. Ki, məsələn, mən özüm belə yaş artdıqca elə bir xasiyyətlərim ortalığa çıxır ki, deyirəm ki, aha, mən elədim bunu, yəni bu mənəm. Ona görə məncə əsas odur ki, valideynləri falan boş verin, ağlımız başımıza gəlsin. Yəni valideynləri də başa düşürəm. Əlbəttə ki, hər bir valideyn uşağının xoşbəxtçiliyini istəyər. Amma əsas mövzu nədir? Yanlış evlilik qurub valideynlərini də pis eləməkdənsə, özün də həyatın boyunca peşman olmaqdansa, gözdə məncə daha düzgün evlilik qurmağı gözlə. O da ki, elə bir şeydir ki, olar olmaz da, yəni bilmirik. Həqiqətən də bilmirik nə olacaqsa. Səncə bizə nəyə görə? Mən fikirləşirəm ki, tələsməməyin bir mövzuları da odur ki, qadınlar karyera qurmaq istəyir, öz pulunu qazanmaq istəyir, səyahət eləmək istəyir. Bu məsələn evlilikdə çətin Azərbaycan kişiləri qoysun qızı, getsin rəfiqələri ilə gəzsin, səyahət eləsin, qız nədir, harasa getdi təkcə və s. Oy, bilin, dəhşət. Məsələn, o sən istədiyin kimi vaxtı gəzə bilməyəcəksən. Bu istər-istəməz şəxsən mən buna doymamışam. Mən gəzməyə, səyahət etməyə doymamışam və mənim fikrimcə gərək mənim yanımda elə bir adam olsun ki, ya onun imkanı olsun ki, məndən ikimiz də bir yerdə səyahət eləyək, ya da ki, mənə icazə versin ki, mən də qızlarla gedim, ya tək gedim. Arada istəyirəm də, tələbim var ki, mən dincəlmək istəyirəm, heç kəsi görmək istəmirəm. Prosta səyahət eləmək istəyirəm də, təkcə. Və o demək deyil ki, kimisə gedirəm, nəsə, harasa kluba gedirəm və s. Yox, qəti, özdə mən tez qayıdıram həmişə otellərə. Nəysə, o məsələn maddi karyera düşüncə tərzi ola bilər. Həm də bəlkə də ola bilər ki, seçimlər çoxdur bizim də qabağımızda. Məsələn, necə oğlanların qabağında indi seçimlər çoxalıb. Biz də hər dəfə deyirik ki, bəlkə bundan da yaxşısı qabağımıza çıxacaq. Səncə elə bir fikirlər var səndə? Birincisi valideyn mövzusuna deyim. Çünki bu mənim biraz belə necə deyim, yaralı yerim deməyəcəm. Yəni mən məsələn 28 yaşım var, mən harasa gedəndə evdəkilərə deyirəm. Xüsusən atamın xasiyyəti yəni biraz tündür. O məsələn mənə harasa getmə desə, mən onu 2-ci dəfə onu demirəm.
Yəni düzdür, biraz dirənməyim var. Amma məsələn, mən onun necə deyim, mən onun uşağıyam da, onun evində yaşayıram ki, harasa gedəndə icazə almağı qoyuram bir kənara. Təbii ki, məlumat verirəm ki, hə mən falan yerə gedirəm. Bilməlidir. Çünki axşam evə gəlməsə mənə bir şey olsa ən çox o narahat, o pis olacaq. Yəni bu normal bir şeydir. Amma məsələn, hə, xarici ölkəyə falan getməyimmi, düzdür, qarışırlar, belə narahat olurlar falan filan, amma təbii ki, onlar da bizim yaxşılığımızı istəyirlər. İndiki dövrdə düzdür, biraz anormal gələ bilər valideynin qarışmağı, amma məncə anormal deyil. Qarışa bilərlər, amma sərhəd daxilində. Məncə bizi çox sıxmırlar. Artistlik eləməyək. İstədiyimizi eləyirik də necə yaşayaq? Amma xarici məsələsini düz deyirsən ki, biz baş-başa neçə dəfə istəyirik, harasa gedək. O mövzuda haqlısan, bəli, orada biraz düzgün eləmirlər. Hə, bayaqki mövzuda da deyim. Seçim çoxdur, düzdür. Var. Yalan deməyəcəm. Hətta mənə deyirlər ki, sən qudurmusan. Yəni var, amma ki insanlar bizim nə istədiyimizi başa düşmürlər. Yəni və vəbşi toy mən məsələcə baxıram. 2 dənə mahnı çalınır, gəlib oynayıb çıxıb gedirlər. Məsələ təkcə o deyil. Yəni məsələ o toyuna kim gəldi, kim getdi, nə geyindi, toyun harda oldu, nə qədər pul töküldü. Məsələ bu deyil. Məsələ toydan sonra başlayır. Yəni əsas mövzu budur. Və bunu anlayacaq yaşdayıq. 25 pluslar bunu anlayacaq yaşdadır. 25 yaşa gəlmiş qız, əgər karyerası yoxdursa, oxumursa, qarşısında bir məqsədi yoxdursa, o evlənməkdən başqa bir şey tərcih eləmir onsuz da. Amma məsələn mən necə deyim, düzdür, evdə də mən elə təzyiq göstərilir. Mən özüm də həmişə oxuyacağam, belə eləyəcəm. Oxuyacağam və Range Rover alacağam demişdim, hələ də almamışam. Ala bilmirəm. Bəzi qızlar var ki, məsələn, deyir ki, oxumayacağam. İşləməyəcəm. Amma hardansa pul gəlsin. Amma eləsi var ki, məsələn də heç bir şey ayarı yoxdur, gedə bilər də bu yola. Eskort yoluna, nə bilim, kimsə saxlasın bunu, evli kişilərlə görürsün və s. Elələri var. Eləsi var bizə necə pul və o tipa rahat həyat tərzinə görə çox rahatlıqla gedə bilər. Qınamıram, amma ailəli kişilərlə görüşməklərini çox qınayıram da, yəni çox pis bir şeydir. Hə, bax ona pisdir. Şeyə toxunacağam. Bu bir tərəfli deyil. Hə. Bu biz vəbşi bizə kimsə kimsə xəyanət eləyir. Həmin insanın yoldaşı gəlir məsələn qadını qınayır. Birinci evindəkinə bax məncə. Yəni həqiqətən də mən heç vaxt heç kəsi qınamıram, amma bu da ailədən asılı gəlir. Ailədə tərbiyə görməyən insanlardır onlar. Çünki ailə nədir bilməyən insanlardır. Oğlanlar da niyə onları tərcih eləyirsə həqiqətən də anlamıram. Düz deyirsən, bəzi qızlar sırf rahat həyat yaşasınlar. Sırf 2-3 dənə məkana gedəcəklər, bahalı maşında gəzəcəklər deyə hər şeyə razı olub öz necə deyim, insanın özünə gərək hörməti olsun. Bəzi insanların həqiqətən də özünə hörməti yoxdur. Yəni bu yaxınlarda elə birisi ilə rastladım ki, da yəni nə bilim, insan niyə o həyatı seçsin ki? Mən məsələn elə bir qınamıram, yəni deyirəm, heç kəsi qınamıram. Bəzən qadınlar da o həyata kişilər məcbur eləyir. Amma yenə də qınamıram. İnsanın özü seçməlidir həyatını, özü tərcih etməlidir. Və yaxud da hər kəs o yola düşmək məcburiyyətində deyil. O qədər xanımlarımız var ki, min bir əziyyətlə uşağını da saxlayır, pulunu da qazanır. Mən məsələn dəfələrlə görmüşəm, cavan xanımlar da küçə süpürürlər və yaxud da mollarda görürük, xadimə işləyirlər. Burada utanılacaq heç bir şey yoxdur. Əksinə mən o birilərə baxıb xanımlığımdan utanıram. Onlara baxıb məsələn xanımlığımdan qürur duyuram ki, biz qadınlar gör nələri bacarırıq. Bəyəndim fikrini. Həqiqətən point eləyirəm. Mənim yadımdadır ki, bizdə papa ilə mamam yaşlı bizə tərbiyə verəndə mamam həmişə deyirdi bunu ki, bala bax, yəni özünə hörmət elə. Yəni öz əziyyəti ilə pulunu qazan. Lazım olsa tualet belə siləcəksən, amma öz əziyyəti ilə o pulu qazanacaqsan. O bir beynimdə bir trigger var. Yəni zarafat yana deyirəm, amma zarafat yana deyil, amma həqiqi olan söhbətdir. Prosta cəmaət mənə bunu deyir gülə-gülə ki, sənin görünüşü ilə, yəni vidi ilə də sən polnu potensial bahalı eskort ola bilərdin də. Mənim özdə rəhbərlərim bu qızdı, xanımı idi, Merivan xanım. Məz ara zarafat ayanı, amma prosta deyirdi də ki, bəs belə-belə. Mən də deyirəm ki, ha niyə də? Yəni mən istəmirəm. Yəni mənim beynim bu dərəcədə mənim beynim maksimum bu işə baxa bilər. Yəni yəni bu potensialım bu qədərdir. Mən fikirləşirəm ki, mənim potensialım daha da zehni inkişaf elətdirib hansısa bir məhsul yaratmaq, bir məsələn atıram da bir media proyekt yaratmaq və s. ki, bu işlərdən daha çox mən pul qazanaram. İndi inşallah görək nə vaxtsa partladısa mənə xəbər eləyin bu podkast. Yəni ki, o işlə məşğul olub daha da
yəni zəhməti ilə qazandığın pulunun bəhrəsini görəcəksən kimi bir fikirlərim var. Ki üçün evlilik, yoxsa sadəcə vaxtdır deyə evlənmək lazımdır? Bu düşüncə haqqında nə fikrin var? Məncə, hörmətli bibilər, xalalar, evliliyin yaşı yoxdur. Bu sözü hardasa oxumuşdum. Evliliyin insanı var, evliliyin yaşı yoxdur. Və yaxud da ay sən vaxtın keçir, yaşın keçir, sən evlənməlisən deyə bir şey yoxdur. Sən niyə mən bu mövzuları seçmirsən? Ürəyim açılıb mənim. Evlənmək üçün çox şey ehtiyac var. Amma səncə limiti var? Yəni məsələn özünə deadline qoymusan, falan tarixə qədər məsələn, hələ ki Qoymuşam. evləndirəm. Doymuşam 30 yaşıma kimi. 30-u keçmək istəmərəm. Normal, qəşəng ailəm olsun istəyirəm həqiqətən də. Çünki ailə ilə böyüyən qızlar, bizim kimilər, ailənin nə demək olduğunu həqiqətən də bilirlər. Mən məsələn heç vaxt tək qalmaq tərcih etmərəm. Amma tək qalmaqdan qorxmuram. Nə yalan deyim. Bax elə günümüzün mövzusu budur ki, indiki xanımlar tək qalmaqdan qorxmurlar. Buna görə də gedib yanlış insanlarla evlənmirlər. Mən həyatda qorxduğum şey nədir? Mən səhv adamla evlənərəm. Hə. Bax bundan qorxuram. Yəni ona görə ay yaşım çatıb, ay nədir falan filan deyil məsələ. Məsələ odur ki, düzgün insanı seçə bilməkdir. Özümdə mən hələ ki əvvəllər limit qoymuşdum 25 yaş. O 25 yaş uzandı 30, 35. Mən biraz da öz limitimi artırıram, deadline-ımı. Çünki sanki karyeraya daha çox fokuslanıram. O həyatı yaşamıram. Yəni mən ancaq bu dəqiqə yalan deməyim də mən sırf maddiyyatımı özüm qurum deyə həqiqətən də çabalayıram yəni. Yəni hər bir tuşa basıram ki, məndə alınsın. Mən həyatımın gəncliyini, məsələn, o emosiyaları bu dəqiqə yaşamıram və sanki o orta yaş krizi gəlir ki, mən o ay belə olmadı, mən bunu yaşamamışdım təzədən. O vaxt çatacaq deyə çox qorxuram. Amma yəni sanki o evlilik yaşımı ertələyirəm hər dəfə. Çünki o qorxular çoxdur, yalan deməyim. Yəni indiki zamanədə çox qeyri-stabillik var da. Yəni bilmirsən ki, qarşındakı adam sənin o anxiety və qarşı gələcəkmi, yəni dözə biləcəkmi? Bəzən o qədər əsirəm də. Bilmirəm. Evlilik çox mənim üçün biraz gəlisi gəlir. Bilmirəm. Bir də ki, insanı evliliyə ikna edən yoxdur. Məsələn, günümüzdə mən baxıram ətrafımdakılara, o qədər evlənib, yəni xoşbəxt olmayan insan var ki, o qədər narazı danışırlar ki, həqiqətən də düşünürəm ki, qorxuram, yəni qorxu halına çevrilib bizim üçün. Doğrudan da belədir. Yəni insan olsun gərək ki, hər səni evliliyə ikna eləsin. Sən deyəsən ki, hə mən bu adamla bir evdə yaşaya bilərəm. Bunun corabını yerdən götürə bilərəm. Yumağı demirəm, artıq hamımız bilir ki, maşınlar yuyur. Amma corabını yerdən götürə bilərəm. Hə bunun onsuz da sən elə bir insanla evlənsən gərək ki, sən onu qəbul eləyəsən də, ondan bir evdə yaşamağı, onun istəklərini qəbul eləməyi, demirəm qarışmağı. İndi vəbşi belə bir mövzu var ki, mən dedim evdə oturasan, falan yerə getməyəsən, falan filan. Vəbşi qız nədir, qısa giyinmək nədir, açıq giyinmək nədir? Bunlar bizə biraz belə gülməli gəlir. Vallahi. Mən gülüb keçirəm. Mən belə bir şey qəbul etmirəm. Təbii ki, qarışmaq yəni deyə bilər ki, məsələn, mənə xoş deyil. Olar bu gün belə geyinməyəsən, əlbəttə ki, geyinmərəm. Yəni mən burada hörmətlə yanaşaram. Yəni nəysə desə ki, eləmə hörmətlə, amma yox sən mənim dediyimi eləyəsən, bunu geyinməyəsən. Yox, elə olmur. Çox yaxşı mövzuya toxundun. Bu paltar söhbətlərində, nə bilim, açıq deyim də, mən qısa da geyinə bilərəm, açıq da geyinə bilərəm, amma belə vulqarını yoxdur. Yəni mən figuram bunu icazə verir. Yox, sən bunu tərcih etmirsən. Onsuz da biz özümüz elə dırnaqarası kimi giyinməyi tərcih etmirik. Yəni atıram da. İndi məsələn dekolte ola bilər, qısa topik ola bilər və s. ki, bunu məsələn bu mənim üçün bu normadır və mən məsələn həmişə çox cəlb eləyirəm də diqqəti. Yəni geyimim belədir, tərzim belədir. Mən həmişə yarki deyirlər də. Just başa düşdün necə? Yəni makiyajım həmişə olub, saçım, zadım. Məsələn şortikdə geyinmişəm, yubka da qısa geyinirəm. Yəni don da qısa geyinə biləm, crop top. Demirəm ki, həmişə belə geyinirəm, vaxtında. Olur da arada məsələn yay gəlsin, mən özümə bu şey eləyirəm. Yay gələndə mən geyinirəm. Amma yəni ki, bunu görürsənsə ki, bu qız öncədən belədir. Sən bunu gəlib deyə bilməzsən ki,
yox, bindən belə şey yoxdur. Qəbullanmaq lazımdır ki, əgər sən bu qızı seçirsənsə, demək qəbul eləməlisən ki, bu qız həyat tərzi belədir. Əgər sənin üçün bu okey deyilsə, get özünə başı bağlı namaz qılanka, özünə baxmayan ya da ki, çox belə utanqac və şey qız al da. Yəni ki, əgər görsən ki, qız özünə çoxdan da maya qoyub, özünə normal baxır, eləyir, geyimi, keçimi də yerində. Yəni ki, əgər sənin üçün stili uyğun deyilsə, get bax o sənin fikirləşdiyin yoldaşı tipli, sən yoldaşı gördüyün bir persona kimdirsə, o geyindirmək istədiyin elə şəxsi get onu elə tap. Mən elə düşünürəm. Elə bəyənirlər bir xanımı, o formada, o geyimdə, o tərzdə bəyənirlər. Onu elə sevib qəbul edirlər, sonra onu dəyişdirməyə çalışırlar. Dəyişdirirlər də, bəzi qadınlar dəyişir. Dəyişir. Mən oğlana görə hicaba keçəni də görmüşəm. Yəni elə birisini də tanıyıram. Amma sonra o yoldaşı gedir ona xəyanət eləyir. Çünki Eləsi ilə. sonra gedib bu qızın əvvəlki versiyasındakı xanımla buna xəyanət eləyir. Yəni onu dəyişdirməyə niyə çalışırdın ki, sən onu elə bəyənmişdin. Dəyişdirir, sonra dönüşdürdüyü insan bəyənmir. Gedir başqasını axtarır. Yəni sən elədin də bunu. Ona görə mən də heç dəyişməyə düzgün baxmıram. Dəyişməyə ehtiyac yoxdur. Qəbul edən də eləsin. Məncə belə qəbul eləsin. Onsuz da indiki dövrdə yəni günümüzün geyimləri normaldır. İnsana baxanda bəzən həqiqətən də bu bəlkə bir çox xanımın xoşuna gəlməyəcək, amma şəhərdə çox rastlayıram. Figurası uyğun deyil o geyimə. Amma o qədər pis geyinirlər ki, ən çox da zəhləm gedən o lasinlər geyinirlər, taytlar. Mən qız-qızlığımdan geyinə bilməzsən. Yəni mən məsələn taytla gəzmirəm şəhərdə. Nə yalan deyim, ikimiz də yəni 50 kilo yox maksimum. Amma yenə də tərcih eləmirik də onu. Amma elə məsələn baxırsan ki, hə tayt geyinir, üstündən də crop geyinib, qarnı bir yandan çıxır, mədə bir yandan, ayaqlar bir yandan. Yəni vallahi yaxşı görsənmir. Elə geyinməklə də kiminsə diqqətini çəkməyə çalışırsansa, bəzilərinin diqqətini çəkə bilərsən. O bəzilərinin deyil. Amma yəni insan həqiqətən də özünü gərək dəyərini üstün tutsun. Təkcə geyimlə demirəm, hər şeylə deyirəm ki, insan, yəni sən özünü nə qədər yüksəkdə tutsan, sən özünü nə qədər çox sevsən, nə qədər çox bəyənsən, kənardan da onu göstərəcəksən, onu hiss etdirəcəksən. Bilirsən, villaları dizayn eləyirsən, lazım olsa yetərə yazın. Çox yaxşı işlər eləyir. Əlbəttə, status olmadan birlikdə olmaq sevgidir bu, yoxsa rahatlıq? Sizcə bu nə deməkdir? Kommentlərdə yazın. İndi isə yetəri cavablasın. Üzün münasibətlərində hamı rahatlığı axtarır. Yəni, nə qədər sevgilidirsə, bəzi insanlar sevginin olduğunu anlamırlar. Deyim, mən də anlamıram. Yəni, belə, mən məsələn heç vaxt nəyi yaşamamışam. Yaşamaq istəyərdim, əlbəttə ki, istəyərdim. Kim istəməz ki bunu? O olur, mən qıraram, tökərəm, mən hər şey eləyərəm, mən çox sevirəm. Yəni, nə bilim, ailədən gizli qaçıb görüşürlər. Mən onları yaşamamışam da mən. Mən də yaşamamışam. Ay, sevdiyim üçün bunu eləyərəm, onu eləyərəm falan. Mən bəlkə də aşiq olmamışam, yəni. Yəqin ki, olmamışam. Çünki o qədər bandıra anladılar ki da, yəni aşk belə, sevgi belə elə. Mənə maraqlı gəlir, həmişə doğrudan belə hisslər var. Yəni insan sevdiyi üçün nələrdənsə keçər. Bunlar maraqlıdır. Məsələn, elə ailələr var ki, sevgi üzərinə qurulur. Bir-birlərini çox sevirlər, amma sonradan rahatlığı axtarırlar. Bu da problemlərə gətirib çıxardır. Məncə evlilikdə bunların hər ikisi olmalıdır. Yəni bir insan sevdiyini onsuz da incitməməlidir. Düşünürəm ki, onun rahatlığını düşünməlidir, qarşısındakının rahatlığını düşünməlidir, ona o şəraiti yaratmalıdır. İmkan daxilində, təbii ki, demirəm, hər kəs lüks imkan içində yaşasın. Ki, mən bunun tərəfdarı deyiləm. Yaxşı tərəfdarıyam. Yaxşı, kim istəməz ki, rahat şəraitdə yaşasın? Amma yəni birini çox sevirəmsə, mən onun hər bir şeyini qəbul edərəm. Əgər onu çox sevirəmsə, yəni necə ki ətrafımdakı ki dostluq münasibətlərindən deyək, çox yaxın bir dostum olsa, məsələn də, ki çox yaxın dostlarım var, onun mənə gəlib problemini danışmağını necə qəbul edirəmsə, yoldaşımı da elə qəbul edərəm, yəni problemlərini qəbul edərəm məncə, düşünürəm. Amma birinci mənəm. Nə olursa olsun həyatımda birinci mənəm, sonrası sonra. Əslində yarandı. Bəlkə bir görmürsüz internetdə falan, sən də bəlkə görmüsən. Demək deyir ki, məsələn, falan yaşa çatanda bir dostunla deyirsən ki, əgər biz evlənməsək bir-birimizdən evlənərik.
bu mövzuda məsələn mən əvvəl keçmiş sevgilim olanda biz ona sual vermişdim ki, bəlkə elə bir şey olsa bir-birimizlə evlənərik mi? Əgər olsa. Biz ayrılmışdıq təzədən bir də danışanda falan. Sonra da dedim ki, naxaq eləmişəm, mən nəsə deməyərdim gərək. Amma nəysə, elə dostlarım bir dənə onlar idi. Belə başqa məsələn yox idi. Siz yazın, sizdə elə bir dostunuz varmı? Deyirsiniz ki, məsələn aranız çox yaxşıdır, amma bir-birlərinizi məsələn elə partnyor kimi görmürsüz də. Siz amma ki deyirsiniz ki, işte məsələn falan yaşa qədər, məsələn 30, 35 plusa qədər məsələn evlənməsəm, bir-birinizə deyirsiniz ki, evlənməsək gəl bir-birimizdən evlənək. Belə bir dostum var. Ya da elə bir hansı? Belə bir hadisə olmuşdu, iş yerimdə olmuşdu. Demişdik, məndən balaca da oğlan, düzü. Amma biz onunla yəni sevgi münasibət heç vaxt olmayıb aramızda. Təbii ki, iş yolu zarafatla bir-birimizə demişdik bu sözü. Yəni düşünürəm ki, 30 yaşıma çatmamışam, çatanda baxaq. Bilmirəm. Toxunum, günümüzdə qızla oğlanın dostluğunu qəbul etməyən insanlar var. Yəni qarşımızdakı insan biz ona sevgili kimi baxa biləriksə, onsuz da baxacağıq. Yəni əgər yox baxmayacağıqsa, biz bundan okey dost, yəni bu dost sayılır da, dost ola bilərik. Yəni bu pis bir şey deyil. Bəzən deyirlər ki, oğlanla qız dost ola bilməz, onsuz da bunun axırı sevgiyə çevrilir. Yəni çevrilmir. Vallahi məndə çevrilməyənlər var. Çevrilsəydi mən bu yaşıma kimi evdə qalmazdım ki. Yəni çevrilməyə bilir. Yəni dostluq ola bilər həqiqətən də. Əslində həm razıyam, həm yox. Niyə görə? Çünki kişilərin danışdıqlarına görə deyirəm. Mən onlarla çox adətən danışıram bu mövzu. Fərqli mövzularda danışıram və bu mövzuda biri idi. Əgər birinin bir simpatiyası yoxdursa sənə, milliqram da olsa, yəni məncə düşünürəm ki, hər iki tərəfli bu qarşılıqlı olmalıdır. Məsələn, sən bir insanı nəyəsə görə simpatiya eləyirsən. Görünüşə görə, insanlığına mı görə, hansısa bir faktor var, bəyənirsən onu və onunla dost olursan. Və sonra məsələn deyirlər ki, qızlar dost ola bilir, amma kişilər dost ola bilmir və onu öz friend zona kimi qəbul eləyirlər bunu. Hansı ki, məsələn, üz versən, əslində o sənə sevgili ola bilər. Məsələn, sənə qarşı bir addım ata bilər. Amma eləsi var ki, kişilər, yəni sən həqiqətən heç bir gözlə baxmır, görmür də bu sevgili tipində deyilsə. Amma ki, iş yoldaşı kimi, rəfiqən kimi, belə rəfiqə bilsən necə deyirəm, arada danışasan. Məsələn, mən özüm olsam, mən də pis baxaram ki, mənim sevgilim hər gün biri ilə danışır, görüşür, ayda yaxşı da, yəni bekarsan bu dərəcədə. Hər gün yox, yəni. Amma onsuz bizim heç vaxtımız yoxdur hər gün kimlənsə danışıb. Biz heç yəni podroqalarıma vaxt ayıra bilmirəm də mən. Elə bir şey yoxdur. Onu mən də məsələn mən sevgilim olsa, desə ki, mənim dostum hər gün görüşüm, danışım, mən də qəbul etmərəm belə bir şeyi. Amma yəni dost olmaq istəyən varsa, yəni ola bilər. Kimləsə dostluq eləmək istəyirsə, eləsin, mən buna da pis baxmaram. Mən də pis baxmıram. Amma sizcə, yəni yeri var məncə, o sərhədi var. Məsələn, okey, Hər ilişkidə var, dostluqda da var. var, olmalıdır məncə də. Yəni çünki bunu qorumasan məncə biraz belə nə bilim, kimsə deyir ki, məsələn, özgüvənsiz qızlar ya da oğlanlar da ki, onlar başlayırlar çox qısqanmağa. Bu tərəfi də var, ikinci tərəfi var ki, sən prosta itirmək qorxusu ola bilər. Yəni mən qorxa bilərəm ki, okey, bu insan nəyə görə gedir dostu ilə daha çox vaxt keçirir? Məsələn, çox keçirir də bu üçün. Ola bilər ki, hansısa bir şeyi mən vermirəm, ya nəyi vermirəm ki, o gedib onunla danışa bilər. Bizə necə o psixoloji momentlər var da. Oğlanlarda adətən mən görürəm ki, məsələn, oğlan həqiqi özünü, səmimiyyətini, danışmaq istədiyi mövzuları səninlə danışa bilmir. Çünki səni over belə başının üstündə tutur ki, ay, nə bilim, bu mənim həyat yoldaşımdır. Mən bundan bu söhbəti apara bilmərəm də. İstəklərimi buna bildirə bilmərəm. Amma ki, gedib məsələn dostuyla onu da müzakirə eləyə bilər. Bu mövzuda müzakirə demir, yaşamaq yox, amma müzakirə edə bilər və bu söhbətdə məsələn şəxsən mən bayağı bir sual altında qalaram ki, yəni aramızda nə baş verir ki, sən gedib dostuna bunu anladırsan. Buna da pis baxmıram. Demək ki, o yoldaşı ilə o sənin dediyin kimi bəzən olur ki, ehtiyac duyuruq. Məsələn mən
bir şey bir oğlandan məsələn soruşmaq istəyirsən, mənim ətrafımda oğlanlar çoxdur, iş yerimdə də var, qrup yoldaşlarım, dostlarım falan. Mən məsələn çox vaxt qardaşımdan danışıram. Onunla mən qardaşımla rahat oturub yəni söhbət edə bilərəm də. Onunla danışırıq. Məsələn, elə şeylər var ki, biz qızlar olaraq onu görmürük. Amma oğlanlar onu bilirlər, başa düşürlər. Ki mən rahat-rahat qardaşımla bunu danışıram, ondan soruşuram. Ki bəzən oğlan dostlarım da var. Bəzən elə şey olur ki, qardaşıma demək istəmirəm, gedim onlardan soruşuram. Amma elə bir şey yoxdur ki, yəni qardaşıma deməyim. O baxımdan məsələn lazım olur həqiqətən də oğlan dost. Oğlanlar üçün də eynilə elə şey var ki, bir xanımdan məsləhət almaq istəyirlər də. Elə yəni o da pis bir şey deyil. Yəni mənlə danışa bilər mövzunu, amma oje sevdiyi xanım var. Artıq onunla bu mövzunu həll edə bilirsə, həmin əlaqəsini kəsə də bilər. Yəni bu da bir tərcih məsələsidir. Çox vaxt bunu qızlar qəbul etmirlər. Yəni sən niyə falan kəsdən soruşdun falan filan nəysə də, niyə məndən soruşmadın? Amma yəni burada da pis bir şey yoxdur. Ya biz heç nəyə pis baxmırıq, vəbşə fikir verirsən. Kiməsə görə, yox, mən heç vaxt heç nəyə pis baxmıram. Anlamağa həmişə çalışıram ki, podkastın bir məqsədi ona görədir ki, insanları, məsələn, qarşımdakıları başa düşmək istəyirəm. Ümumiyyətcə mən niyəsə görə ən çox kişiləri maraqlıdır mənim üçün də. Yəni onlar çox mənim üçün gəlirdilər, niyə görə? Amma indi çox primitiv gəlirlər və çox yaxşı başa düşürəm nəyə görə eləyirlər, istəkləri necədir, motivləri nədir. Prosta məsələn hansısa bir maraqlı insan gəlir, deyirsən ki, bunu bir görün bunun səbəbi nədir? Travma dedim bir mövzuya toxunum. O bayaqki mövzumuz var idi 25 yaşdan sonra qızlar niyə evlənmir? Bu təkcə qızlar üçün yox, oğlanlar üçün də deyəcəm. Çünki o gənclik sevgisi deyilən bir şey insanlar o qədər toksit, o qədər sıradan və yaxud da o qədər pis yaşayırlar ki, sonraki sevgilər də elə olacaq deyə bundan qorxurlar. Elə biri mən. Məndə də bir şey olmuyor. Rahatam. Yəni məndə bax belə bir şey var. Mənim çox yüngül bir əlim var. Çox yüngüldür əlim. Yəni yox, qızlarda şey yaramır. Bax belə bir şey deyim. Məndən kimisə xoşu gəlir və mən də deyirəm ki, okey, bəlkə ola bilər. Üstündən 1 ya da 2 ay keçmir, o adam gedib evlənir. Hal mənim məktəbimdə keçir. Bunun necə olduğunu vallahi mən də bilmirəm. Hamını əlim düşür, bir özümə düşmür. Yəni həqiqətən bir belə bəxt açmaq kimi bir şansım var. Nədirsə həqiqətən də bu çox bunu 3-4 dəfə yaşamışam. Hətta bu yaxınlarda o iş yoldaşım dediyim qızın qardaşını istəyirdi məni. 1 ay keçmədi üstündən qardaşı nişanlandı. Şoka düşdü. Yəni mən özü şoka düşmürəm, təbii ki, öyrəşmişəm də buna. Yəni dəfələrlə olub ki, məsələn kimsə mənə məsləhət görüblər, deyiblər ki, sən deyəcəm. Heç üstündən bir müddət keçmir, deyirlər ki, nişanlandı yox. Münasibətlərin travmasının üzərindən çox qorxu var deyə yalan deməyim məndə var. Çünki yəni onu atlatmaq üçün mən bayağı bir hələ də yox və o üstündən keçib bayağı çox. Amma yəni yenə də var da, yenə qorxursan ki, yenə özünü itirəcəksən. Bu münasibətdə də bir şey yaşayacaqsan, bəli. Deyirsən ki, yox da istəmirəm, olmasın. Mənim podruqam var. Qrup yoldaşı olmuşuq. 10 illik dostluğumuz var. Artıq 10-cu ilimizdir bu il bizim. O qrup yoldaşımla sevgili idi. Digər qrup yoldaşımla. Yəni bu qız həyatında 2 dəfə idi ki, aşiq olurdu. Yəni o çıtır-çıtır, bayaq cıbıl-cıbıl dediyimiz aşkı yaşayıblar da, yəni birlikdə. Bir-birlərini həqiqətən çox istəyiblər. Çox istəyən oğlan bunu elə bil ki, belə hər aylarını qeyd eləyirdilər. Mən gülürdüm buna. Yəni o qədər bir-birlərini çox sevir. Oğlan bunu belə yüksəltdi, sonra çıxdı getdi başqasına. Qıza xəyanət elədi. Niyə? Olur, bu da eləyəndə eləyirlər. O qız yəni 2 illik ağır depressiya keçirtdi. Ki hər baxımdan təbii ki, yanında olmağa çalışdım. Amma nə qədər bir insan yanında olursansa da o yaşayır o hissləri. Yəni günü bugün o oğlan qayıdıb gəlsə bəlkə o qız qəbul eləyər, amma mən məsələn artıq o oğlana 1 qram da mənim qrup yoldaşım olub orada oğlan. 1 qram da mənim ona məsələn güvənim qalmayıb ki, mən o qızın dırnağını belə ona qıymaram. Yəni bu arada çox istəyirəm, çox sevdiyim bir podruqamdır mənim. Onun yerinə çox pis oluram və artıq demək olar ki, ilişkiləri 3 il falandır da bitib. Qız həyatını heç kəs almayıb.
Hətta bir dəfə bu oğlan qayıtdı, gəldi, qız bağışladı. Yenə eyni şeylər yaşandı. Bax elə səhv oradaydı ki, bu insan sən icazə verdin, sənə o hissləri yenə yaşatdı. Yəni burada indi kim gəlirsə gəlsin o qızın həyatına, o qədər onu istəyən, yəni insanlar var da, çox da gözəldir. Maşallah kukladır da. Onu o qədər gözəl istəyən insanlar var ki, amma qəbul etmir çünki qorxur. Çünki ürəyində o insan, bəlkə də indi onlar evlənsələr, qız deyəcək ki, mən bunun nəyini istəmişəm. Sadəcə o onda takıntı kimi toksik ilişkiyə çevrilib də. Yəni günümüzün aktual mövzusu oğlan nə mən konkret gedirəm demir, nə də ki mən burdayam demir. Nə sahib çıxmır sevgisinə, nə də bir dəfəlik bitirib sərbəst buraxmır qızı. Valideyn partnyor seçiminə qarışması qayğıdır, yoxsa nəzarət? Gəlin bu mövzuda siz də kommentariyada bildirərsiniz öz fikirlərinizi. Mənim üçün çox maraqlı olacaq. İndi yetərə danışsın görək. Mentalitetdə belə bir şey var ki, valideynin məsləhət görmədiyi qızı ala bilmərsən, valideynin məsləhət görmədiyi oğlandan evlənə bilmərsən. Bu hamıya aid deyil bu arada. Bütün bu danışdıqlarımızı mən prosta ortalığa deyirəm. Kimsə, yəni hamıya aid dediyi bir şey yoxdur da. Qarışmaq deyəndə ki, valideyn fikrini bildirə bilər, amma sərhədində. Yerində fikrini bildirsin. Yox, əgər hər şey qarışırsa, bu nəzarət etməkdir. Bu mənim istədiyim olacaq deyə bir şey yoxdur. Bunu məncə bir də bəzi oğlanları həqiqətən analar idarə eləyir. Azərbaycanın Yəni bu çox vaxt bizdə belə bir şey var. Oğlan elədisə olar. Çox təəssüf ki, bizdə belə bir düşüncə var. Mən onun Bax, mən məsələn, mənim ailəmdən, öz ailəmin içindən deyim, elə şey var ki, mənim qardaşım eləyə bilər, mən eləyə bilmərəm. Elə şeylər var həqiqətən də. Yəni, bu günümüzdə də belədir, hə. Sən evlisən, sən bunu eləyə bilmərsən. Bir xanıma deyilir, məsələn, səni olmaz, asla. Sənin oğlan dostun ola bilməz, sənin oğlan qohumunla əl-ələ görüşüb, öpüşüb görüşməyinə də bizdə də şeylərə icazə yoxdur. Sən evlisən məsələn. Sən qaynanavın yanında nə bilim belə geyinə bilmərsən, elə geyinə bilmərsən. Rahat ailələr də var əlbəttə ki. Amma məsələn o kişidir. Olar. Bəzi valideynlər çox yaxşıdır. Qarışmayanlar da var. Təbii ki, nə bilim də yəni buna qarışanlar da var. Amma məsələn mənim əsas mövzum nədir? Bizdəki oğlan anaları, xüsusən kişilərin anaları belə bir şey yaradıblar ki də bu oğlandır, olar, qızları olmaz. Bu düzgün fikir deyil. Düzgün tərbiyə verirsənsə sən onsuz da uşaqlarına, onlar nəyin olar, nəyin olmazını onsuz da bilirlər. Yəni bunu həqiqətən də günümüzdə artıq o əvvəlki kimi deyil. Düz bəzi yerlərdə var. Amma indi elə deyil. İndi çox insan artıq elə bir yaş həddinə gəlib çatıb ki, bilir də nə olar, nə olmazını bilir. Sənin valideynin, bax birini sevirsən, neçə bir müddətdir sevgilisən, evlilik sıralaması yaxınlaşır. Bunu valideynlərin öyrənir və məsələn elə oldu ki, yox deyir. Yəni məsləhət görmürəm. Sən evlənərsən həmin adamla. Çox maraqlıdır. Mənim valideynlərim, mənim məsələn atam bacımı birinci vermirdi. Bacım artıq 3 ildir evlidir. Çox xoşbəxt ailəsi var, çox şükür. Amma birinci atam həqiqətən də çox pis narazılığını bildirmişdi. Sonradan mamam falan yola gətirdi. Yəni bəzən valideynlər həqiqətən də indi öz yeznəmiz çox istəyir. Bəzi valideynlər həqiqətən də bizə necə deyim, tez reaksiya göstərirlər. Yəni olmaz deyə bir şey yoxdur. Mənim podruqamı anası 10 il istədiyi oğlana vermədi. 10 il Rusiyada yaşayırdılar. Oğlan bibim oğlu idi. Bu arada podruqamla bibim oğlunu tanış eləyib evləndirmişəm. Sonra qrup yoldaşımla iş yoldaşımı tanış eləyib evləndirmişəm. Mən misalım bilsən nədir? Alə bəzər özü bitkisin. Yəni bu işlərdə kimsə evlənmək istəyirsə əl ata bilər. Bax, onun maması evləndikləri günə kimi bu insan dirəndi ki, yox, mən ona qız verməyəcəm. Bir də ən sevmədiyim şey bilsən nədir? Kimi sözündən aşağı görmək. Bu düzgün bir şey deyil, düzgün bir fikir deyil. Çünki insan yüksələ də bilər, düşə də bilər. Yəni bu insan hər şeyi var, okey, bu olar deyə bir şey yoxdur. Əsas xasiyyətdir, əsas insan olmaqdır. Yəni o evləndirdiklərimin məsələn ikisinin də uşaqları var. Demək ki, bunların gözəl ailəsi var. Yəni həqiqətən məncə xoşbəxt olmayan ailəyə uşaq olmaz. Evlənmə desəm, yəni o insan düzgün insansa o özünü sübut edəcək.
Yəni o insan məni istəyirsə, məni əldə etmək istəyirsə, mənim valideynimi də yola gətirəcək ki, əgər mən istəyirəmsə, mən ona kömək eləyəcəm. Yəni bayaq dediyim o idi. Mənim Yezlən bacımı yarı yolda qoyub getsəydi, zaten səhv insan idi. Amma o gözlədi. Atamın yola gəlməyini gözlədi. İndi də bebəklər də var, çox şükür. Əvvəllər mən məsələn kör-körə məsələn aşiq ola bilərdim də belə. Deyə bilərəm, yox, ancaq mən də deyimdi. Əvvəlki münasibətlərim deyirəm. Amma o vaxt məsələn mənə deyilirdisə, mən heç cür eşitmirdim də. Yəni ancaq mən deyən düzdür. İndiki zamanədə bəlkə də qulaq asaram, amma fakt ola da məsələn ki, nəyə görə bəyənmirsən, ailəsini bəyənmirsən. Olur gediblər. Bizdə biraz biz tərəfdə çox belə qəribə bir şey var. Gedib kökünü kimi də araşdırırlar da. Bu məsələn ailəsi, nənəsi, xalası, bibisi. Hə, gedib yəni kim var, yoxu var axtarır, tapır ki, məsələn bu filan kəs niyə evlidir, boşanıb və s. Baxırsan ki, yəni bəzən okey də cəmaət məsələn desən ki, okey anası atasıdır da bu. O qıraqdakıları mənə nə dəxli var? Xalasıdır, bibisidir, kim idisə. Amma yenə də məsələn əvvəllər mən ona çox fikir vermirdim. Amma sən deyən məsələ ki, ailə özünü göstərir. Hardasa bu təsiri var. Tərbiyədə, nə bilim, hansısa bir mövzularda, nə bilim, bilmirəm, o ruslar demiş Radavaya kökün proqramları var. Məsələn, sənin bir nəslin proqramın var da. O nəslə girəndə hansısa bir mövzuya o qədər aktuallaşa bilər ki, deyəcəksən ki, ay Allah, mən hara düşmüşəm və s. də. Əvvəllər dediyim kimi belə qarşılayırdımsa, indiki zamanədə mən fikirləşərəm. Yəni bəlkə də dəyərləndirəm. Bəlkə də həqiqətən istədiyim adam olar və mənim qarşıma bu qədər qoysalar və görsəm ki, fakt həqiqətən də, yəni həqiqətən lazım deyil də, yəni dəyməz. Bəlkə də yox deyə bilərəm, bilmirəm. Amma yenə də mən həmişə özüm qərar vermişəm hər şeydə də. Yəni heç vaxt deməmişəm ki, valideynim sözünə oturub durmuşam. Yox, məsləhət almışam, qulaq asmışam, amma sonunda qərarı özüm verirəm. Yəni bilmirəm, indi səndə necədir o fikirlərdən? Ailənin özünü göstərməyi mən əvvəl düşünürdüm ki, ailəsi nə olursa olsun, əsas insan özüdür. Amma artıq o deyil. Mənim düşüncəmə görə. Ailə mütləq bir yerdə özünü göstərir. Yəni bayaq dediyim kimi ailəsində tərbiyə görməyən, ailənin necə bir şey olduğunu görməyən insan sonra o çox şey qəbul etmir. Çünki elə şeylər olur ki, məsələn günümüzün bu günündə evliliklər biraz rahatlaşıb. Evlənmək çətindir o heç, amma yaşam tərzini deyirəm. Evlilik biraz məsələn mənim mamam çox şeydən keçib bizə görə məsələn də ki, atam da fikirləşirəm ki, mən indi məsələn kimisə istəsəm, bax belə deyim də, bu yaxınlarda bir hadisə oldu. Qızın 6 illik sevgilisi sırf oğlan atası istəmir deyə getdi başqasına nişanlandı. Bax, oğlan. Yəni 6 illik sevgili idi qızla. Qız da bütün necə deyim o həyatını bundan qurur, bundan fikirləşir. Gələcəyini sən bundan düşünürsən. Oğlan getdi başqasına özü promo nişanlanıb. Yəni sonra da bizə deyirlər ki, ətrafımızda o qədər belə şeylər olur ki da, bizim üçün həqiqətən nələr görür gözümüz, gör necə çətinləşir də. Yəni oğlanın ailəsi, atası qızı istəmirdi. Başından istəmirdi. Hətta qızın özünə falan demişdi ki, mən səni almayacağam oğluma. Oğlan mübarizə aparsaydı, qız onunla hər şeyin öhdəsindən gələrdi. Bunu bacarardı. Niyə görə bəyəndin qız? Bilmirəm. Yəni qız biraz Alice dindar ailədə oğlanın. Yəni onlar yəqin ki, böyük ehtimalla dindar qız. Rastlayıram, içki içən qıza pis baxırlar. Hansı gündə? Valla o qədər oğlan tanıyıram ki, içib özünü itirə apara bilmir. Gedin onlara pis baxın. Yəni bunlar həqiqətən də gör hansı dövrdəyik ki, bunları müzakirə eləyirik. Yəni bu nə bilim məncə insanın özündən asılıdır. Bunu qeyd eləməyi çox istəyirəm. Sən mənə deyəndə podkast çəkəcəyik. Bunu qeyd etməyib ağlımda var idi. Mən məsələn sevgili baxımından, oğlan baxımından səhv tərcihim də olmayıb. Prosta mən çox seçməci bir insanam. Çox seçirəm, çox fikirləşirəm. Mən fikirləşən kimi oğlan gedib evlənir. Amma məsələn mənim dost baxımından həqiqətən də çox gözəl şansımı gətirir. Aslıdır mı? Ya bilmirəm nədirsə. Mənim ətrafım var, yaxşıdır. Oğlan dostlarım da var. Yəni onlar da yaxşıdırlar. Yəni mən bayaqki mövzuya qayıdıram. Oğlan, qız deyə ayrım eləmirəm. Mən bilirsən
Hörmət hörmətə bağlıdır. Bir insan mənə qarşı hörmət eləyirsə, adi məsələn işdəki iş yoldaşlarımla o qədər belə yaxın qəşəng dostluq eləyirik ki, yəni təkcə iş yoldaşı olsaq ürəyimiz sıxılar, vallahi ürəyimiz sıxılar mənim. Amma biz qəşəng yəni belə rahat vaxt keçiririk, günümüz onlarla daha qəşəng keçir, daha gözəlləşir. Belə, yəni bugünkü mövzumuz təkcə evlilik olmasın. Eyni zamanda dostluq da olsun. Həqiqətən qəşəng dostluqlar var. Bir də ki, indiki dövrdə valideynlər deyirlər ki, dostuna güvənmə falan filan. O da onun nə qədər mən. Yəni bir insan öz ağlı varsa, onsuz da güvən məsələsinə qalsa, məsələn mən həyatda heç kəsə güvənmirəm. Yəni mən belə bir takıntım var. Güvənmək mənim üçün biraz ağır mövzudur. Mən hər kəsdən və hər şeydən ehtiyat edə bilərəm. Kim olur olsun. Yəni Mənim kimi saf olsun. Hər şeyə inanır, lom kimi. O məndə də var. Mənə görə deyirəm də hamı yaxşıdır. Yəni elə insanlar olub ki, qarşımda demişəm ki, ay yox, bu elə şey eləməz. Sonra məsələn ağzım açıq qalıb, oha, bundan danışırlar. Bu eləyib məsələn. Elə şeylər olur həyatımızda. Amma məsələn, o güvən məsələsi deyil. Prosta tərcih eləyirik ki, mən bu insanla bir yola çıxım, dostluq eləyim, bir yaxınlıq eləyim. Belə şeylər o güvən məsələsi deyil. Prosta tərcih eləyirik bir-birimizi. Məsələn, bizim üçün deyim, zalda 100-dən çox qız var. Gündəlik gördüyümüz neçə dənə qız var. Amma məsələn biz üçümüz takılırıq çox. O da ki idmanda yox, yəni bir yerdə işləyəndə yox. Başımızı buraxırıq orada. Hələ gedir bir şey işləyir. Ayrıca məsələn günü bugün oturub söhbət eləyirik. Bu tərcih eləməkdir. Yəni mən səninlə oturub söhbət eləməyi tərcih eləmirəm ya da sən məndən bunu çəkməyi tərcih eləmirsən. Bu sadəcə budur. Yəni mənə güvənirsən deyə bir şey yoxdur. Qarşılıqlıdır, bunu demək istəyirəm. Bizdə bir dənə də mövzu var. Münasibətlərdə əvvəllər normal sayılan, amma indi red flag olan davranışlar hansıdır? Səncə? Red flag söhbəti açılsın. Belə deyim, cəhənnəmin portalını açıram, kommentariyada yazın, cəmaət bilsin ki, red flag hansılardır sizin üçün. Bu mənim biraz da yaralı mövzumdur. Oğlanlı qızı danışmam. Prosta mən qız olduğum üçün oğlan deyə bilərəm. Amma bu oğlanlı qızı danışıq deyil, opşi deyirəm. Bax günümüzdə əsas red flag nədir? Nə edirlər? Bir gün yazırlar, 3 gün yazmırlar. Sən cavabsız qoyurlar. Ən zəhləm gedən şey məni cavabsız qoymaq. Mən sənə dəyər verirəmsə, sənə vaxt ayırıb nəsə soruşuramsa, yazıramsa, sən məni cavabsız qoymağın mənə hörmətsizlikdir. Yox, zarafat adı altında olunan hörmətsizliklər də günümüzdə çoxdur. Bunu da qəbul etmirəm. Niyə edim ki? Yəni cavab verməm. Ən elə bu dediyim zarafat adı altında hörmətsizlikdir, cavab verməməkdir. Sonra bugün yazır, 3 gün yoxdur. Nə istədiyini bilməməkdir. Bir var, bir yox. Və münasibətə, mövzuya ad qoymamaqdır. Günümüzdə ən aktual məsələ cəsarətsizlikdir, qorxaqlıq. Bəlkə də məsuliyyət götürmək istəmir. Əsas odur da elə məsuliyyət götürmək. Rahat bəs niyə? Bax bayaq dedin, niyə o qadınları seçirlər deyə. Çünki o qadınlar rahatdır. Onlarla istədiklərini edirlər. Onların bir fikri yoxdur. Onlar deyirlər ki, oğlan nə edirsə, okey, gedir onun dalınca. Bu həm də qız nə edirsə, gedir onun dalınca, o temadır. Oğlan qız yəni fərqi yoxdur. Rahatçılığı seçirlər. Məsuliyyətdən qaçırlar. Məsuliyyət götürmək istəmirlər. Məsuliyyət götürsələr, məsələn, ciddiyyətə getməyindən qorxurlar. Bir də cəsarətsizlər çox. Nəsə hiss eləyirsə, deməyə çox qorxur indiki insanlar. Bir də bir şey var. Bizdə qızlar hər şey oğlandan gözləyirlər. Buna da mən yaxşı baxmıram. Çünki çox vaxt yox, yəni indi bax məsələn kimsə qız hansısa qızın gedib oğlana mən səndən xoşum gəldi deməyi ayıbdır. Çox nadir hallarda amma var. Mən məsələn bunu niyə eləmərəm? Ki başıma elə bir şey gəlmir deyə fikirləşirəm. Çünki indiki dövrdə heç kəsə güvən yox. Sabahsı gün oğlan deyəcək ki, sən mənə gəldin dedin. Sən mənim dərdimdən ölürdün. Bax buna görə amma yox, məsələn elə adam da var ki, heç bunu dilinə almaz. Əslində bəlkə də fikirləşsəm çoxu var red flag. Amma məsələn narsist bir bəyi bəlkə də bəyənərəm, amma baxır da nə dərəcədə. Məsələn çox özünə bəyənmiş birini özündən ötürü ölür də. Bütün günü güzgüyə baxsın, desin ki, ay biləm mən nə qədər zoram. Məncə normal kişi bunu o qədər özünə takmamalıdır. Görünüşə o qədər takılmamalıdır. Mənim üçün bu red flagdir.
Mən məsələn, baxımsız insanı istəmərəm həyatımda. Yəni əvvəl deyirdim ki, ay yox, əşi mən onu o əvvəl sonra mövzusuna gəlim. Əvvəl düşünürdüm ki, mən o insanı dəyişərəm də, belə bir şey var idi. Əvvəl həqiqətən də düşünürdüm ki, həmin bu insanı dəyişərəm, istədiyim kimi eləyərəm, amma indi elə bir şey yoxdur. Yəni o insan olsa dəyişməyəcək. Yəni o bir müddət səni aldatmaq üçün bəlkə dəyişə bilər və yaxud da səni sevdiyi üçün, amma bir yerdə yenə də gəlib özünü göstərir. Yəni məsələn, baxın, o dediyim kimi özünü bəyənmiş narsist biri ilə mən olmaq istəmərəm. Çünki özünü bəyənsin, əlbəttə hamı özünü bəyənməlidir, amma Mən də istəmərəm ki, baxımsız biri ilə olum. Aktual mövzudur budur ki, işte kişilərin çoxsu, yəni açığı biz məsələn danışırıq qızlarla ki, baxırsan kişilərə, ya baxımlı kişi ya gey olur, ya da ki evli olur. Amma çox baxımlı kişilərin ya da ki belə hər ikisi deyilsə, ya biraz narsist, ya da ki biraz nə bilim də belə bir tipajı var da. Nə bilim valla. Mən istəyirəm ki, yaraşıqlı bir olsun, amma ki işinə fokuslanmış olsun da. Yəni özünə, görünüşünə yox, öz işinə fokuslansın. Məsələn, görünüşcə hər ikimiz baxımlı olaq, qəşəng olaq. Mən çox istəyərdim. Həqiqətən çox istəyərdim. Bilmirəm necə olar. Belə. mən görünüşə elə də çox belə deyim ki, mütləq elə olmalıdır deyə bir şey yoxdur. Çünki insan birini çox istəyirsənsə, onun görünüşü sənə bəzən elə belə gəlir. Və yaxud da o qədər gözəl görüntü altında hörmətsizlik edən insanlar var ki, deyirsən ki, boyuna, vidinə bax, bunun hərəkətinə bax da. Yəni onu düşünmür. Təbii ki, mən də istəyirəm paxlavası olsun. Yəni onu kim istəməz? Amma elə də önəm vermirəm. Yəni bir insan məni hörmət edir, məni sevirsə, mən onu, amma yəni okey, insan da ola bilər. Yəni hamı mükəmməl olmalı deyil ki, və yaxud da hamı baxımlı, muskullu falan olmalı deyil ki də, yəni. Uzun podkastımızın sonuna gəldik axır ki və biraz yerimizi dəyişməli olduq, amma biz sizinlə xoş vaxt keçirdik. Düşünürəm ki, Benim açıldı, yəni danışdıqca danışdım. Nə dediyimin hamısını unutdum. kiçik bir terapi oldu düşünürəm ki, hər birimiz üçün. Ona görə bugünkü podkastımızın Between Us verilişinin sonuna gəldik. Növbəti podkastımızda görüşənədək. Bye.